Herkese salam. Necəsiz? Deməli, oğlumun həm 7 ay tamam olurdu, həm də dişləri çıxdığı üçün ailə arası kiçik bir diş çıxdı partisi eləmək istədik. Dedik bir ömürlük xatirə olaraq qalsın bizim üçün. Deməli, bir-iki yemək hazırlamışdım, salatlar falan. Öncəliklə mən salatlarıma toyuqları həmişə qızardıram, elə qatıram, onda daha dadlı olur. Mayonez, biber pastası, quru nanə, yağ, duz, istiot bu şəkildə qarışdırıb toyuğu marinə edib bir gecədən soyucuda saxlayacağam. Burada kapya biberlərlə məzə hazırlayacağam. Səhər-səhər durdum, yeməyimi yedim. Oğlumun 6 aylıq, 7 aylıq daha doğrusu qan analizəni verdirməyə getmişdik. Sonra burada stajyer salatımın içliklərini görürsüz. Hamısını hazır eləmişəm. Sizi yormamaq üçün belə qısa-qısa qoydum. Doğğamı bişirdim. Dediyim toyuğumu qızartdım bu şəkildə. Sonra pizza hazırlayacaqdım. Pizzanın içliklərini bu şəkildə doğrayıram. Zeytunum sənnəmə tonuymuş bilmədim. Mən qarğıdal konservasından da istifadə elədim. Toyuqlarımı bızıldadıb keçirəm salatımı hazırlamağa. Lavaş salatı hazırladım. İnanın o qədər ləzzətli idi ki, mütləq hazırlayın da. Əgər qarğıdalı sevmirsinizsə qatmayın, çünki mən o qədər sevmirəm. Gecə yorğundum, keyfim yox idi. Anar mənə qısa bir stol konsert verdi. Sonra burada diş çıxdı aldıqlarımı göstərəm sizin üçün. Şapulov edəcəyim üçün aşkarasını göstərəm sizin üçün. Burada daima o sağ olsun gəldi köməyə. Burada hazırladığım biber məzəsidir. Baxın, burada salatlarım. Mən bəzəyə o qədər də yaxşı deyiləm. O şəkildə üstünə çox da özənmədim. Burada sağ olsun ailə üzvləri şokolad düzəltməyə kömək edirdilər. Hədiyyə çəkməyi unutmuşam. Bu da süfrəmin son halı. Təbii ki də qaynım həmişə kimi birincidən gəlib oturub yeyib içib qatır. O heç vaxt bizə qarışmır. Demək olar ki, o ayrı bir necə deyim, ölkədir, belə deyək qısaca. Nəysə, Anar, qardaşım, burada mənim qız çiçəklərimi görürsüz. Burada isə mənim dombiş oğlumu görürsüz. Buradan balamın hədiyyələri üçün əmisinə də, dayısına da qucaq dolusu öpücüklər. Çox sağ olun, əmisi, dayısı. Nəysə, bu qədər. Hər kəs getdi. Günü biz də tort yeyərək keçirdik. Bu da atxotlardır. Sağ olun.